Belə bir misalımıza baxaq. Bizdən deməli y işıq için istəyir. Y işıq için tapmaq üçün əvvəlcə mən gərək y işığı tapam. Y işıq tapmaq üçün də y funksiyasının törəməsini tapmalıyam. Deməli funksiyanın törəməsini tapsam, olacaq y işıq bərabərdir. Hasilin törəməsi. Burada da x var, burada da x var. Hasilin törəməsini tapmalıyıq. Hasilin törəməsini tapanda birinci funksiyanın törəməsi vurulsun ikinci funksiya, üstə gəl birinci funksiya vurulsun indi ikinci funksiyanın törəməsi. Bu hasilin törəməsidir. İndi bizdən y işıq için istəyirsə, gətirirəm x-ın yerinə 2 yazıram. Olur u'2 v2 üstə gəlin u2 vur v'2. U2'miz 5'ti bizim. U2'miz 5'ti. U'2'miz 0.7'dir. V2'miz 12'dir. V'2'miz də 0.3'dür. Gətirib yerlərini yazırıq. 0.7 vur 12 üstə gəlinsin 5 vurulsun 0.3. 7'nin 12 vuranda 8 14 8.4 üstə gəl 1.5. Bu da eləyəcək 9.9 C variantı. Növbəti sualımız dik funksiyasının minimumunu tapın. Funksiyasının minimum nöqtəsi desəydi törəməni tapıb 0 bərabər x-i tapardım. Nöqtə dirsə x istəyir. Amma minimumunu, yəni nöqtə sözü yoxsa minimumunu istəyirsə, deməli mən törəməni tapıb 0 bərabər eləyib tapdığım x-i aparıb funksiyada yerinə qoymalıyam minimumu tapmaq üçün. İndi əvvəlcə törəməni tapıram. F x bərabərdir 3'də 1 x kubun törəməsi x kvadratı, 2x-in törəməsi, 2x kvadratın törəməsi 4x, 5x-in törəməsi də 5 bərabərdir 0-a. Cəmi -4 hasili -5 olan ədədlər -5-dən 1 olur. Deməli köklərimiz -5-dən 1-dir. x1 bərabərdir -5, x2 bərabərdir 1-ə. Tapdığım kökləri aparacağım funksiyada yerinə qoyacağım ikisini də. F -5 bərabərdir 3'də 1 vurulsun -5'in kubu -125, 2 vurulsun -5'in kvadratı 25, 2'yə də vuranda 50, çıx 5'i -5'ə vuranda üstə gəl 25, üstə gəl 3'də 2 olar. Buradan hesaplama eləsək, 25 75, -3'də 125, üstə gəl 3'də 2, bu da -3'də 123 olar. Bu da eləyəcək 75 çıxılsın 41. 75'dən də 41'i çıxanda olacaq 34. Növbəti F1'i qoyaq. F1'i qoyanda 3'də 1, üstə gəl 2, çıx 5, üstə gəl 3'də 2. Funksiyada qoydum. Baxın yerinə. X-ın yerinə 1 qoydum. 3'də 1, üstə gəl 3'də 2. Eləyir 3'də 3, yəni 1. 2'dən də 5 çıxanda -3 eləyir. 1'dən də 3 çıxanda 3'də 1, deməli x-in yerinə 1 qoyanda 3'də 1, üstə gəl 2, çıx 5, üstə gəl 3'də 2. 3'də 1'in üstə 2 gəldi, 3'də 3 1. 2'dən də 5 çıxdıq, -3, 1'dən də 3 çıxdıq, -2. Minimumumuz hər halda ən kiçiyidir. 1 34'dür, 1 də -2'dir. Deməli cavabımız olur -2, amma variantlarda o cavab yoxdur. Yəqin ki burada -2 olmalıymış.